Herkese selam aziz dostlar. Bugün sizlere not defterlerimi göstereceğim. Birinci bu My Melody'den başlamak istiyorum. İlk sayfası böyle bir şeydi ama bu sayfa değil. Buralara hiçbir şey yazmışlar. Böyle bir 8 sayfa stickerları var. Böyle. Böyle 8 sayfa stickerlar var. Böyle. Çoxunu işlətmişəm sizlər üçün. Burası son səhifəsidir. Buralar kromili belə yazılardı. Ancaq ana dildir, baxın. Yəni sətirdir də. İkincisi bu ponilikdən. Ponilik 3 dənə daha qalıb. Ponilikdən devam edim hansından? Mən də ponili göstərim belə. O səhifələri belə bu günlük dəftərdir belə. Evet. Belə qalanları boşdur. Buranın özümdən qurduğum nağıllar yazar. Burasında kilidlə idi. Kilidi qırıldı deyənəm burası belə tərpənir. Mən tərpəndikcə belə baxın arkadaşlar. Tərpənir. Nağılları əslində hamıyı göstərirəm, narahat olmayın. Baxın, açaq. İlk səhifəsi belədir. Nağılların adlarını oxumayacağım. Kitab rəfi. Nağılların özlərini oxuyacağım. Bu nağılı yoxdur. Sevinç quşu. Quşun şəklini çox gözəl çəkmişim. Gözəl həyat evi. Bunun arxası mətnin yəni arxası buradadır. Mətnin özü. Bu məktəbdir. İdeya məkanı, obrazları, ideyanı və müəllifi. Mən 1-ci sinifdən mən yazmağı öyrənəndən belə mətn yazmaqları çox sevirdim. Ona görə də o vaxtdan mən yəni mətnlər yazıram və çox gözəl artıq müəllif kimi olmuşam. Bu meyvələrin faydası, yəni bədii mətnlər mən ən çox yazıram. Göy uşağının sevinci, maraqlı kitab, çiçəklərə nə oldusa oldu. Burada devamıdır. Küçünar ağac şəklini çəkmişəm. Burada da mətndir. Quzunun yaxşılığı. Hello nə deməkdir? Bu da devamında hello nə deməkdir? Bu nədir? Hello Kitty, dovşan və panda. Rəmzlərimiz bu dostlar bildiyiniz kimi informativ mətndir. Meşəni kimsə suya saldı. Pişiyin eynəyi. Duzun nağılı, əlaçı ayağın, kəpənəyin sirri və yoxdur başqa. Yəni bayağı da yazmışam. İndi bunu göstərim. Tək burada not dəftərinə. Bu əvvəl günlük dəftəri olub. Hala belə promo ilə belə necə yazdıqlarını ilk günü nə vaxt 2024-də yazmışam. Belə bir şəkil çəkmişəm, çox bəyənmirəm. Çünki daha burada 1-ci sinif idim. Tamaşa, McDonald's, Chocobord, avtobus, metro. Kənd, qədimkət, macəra. Eləmişəm. Tant sədəsi məsələ. Bu neymiş? Bu həkimmiş. Bu getdiyim yerlər, yaşadığım macəra. Belə bir şeydir. Belə smaliklərləndir. Bu arada dostlar, bunun da stikeri vardı bunun. İndi başka bir şey. İndi dostlar labublarımı göstereceğim. Bunlar hala burada kalıb. İndi onları da yığacağım. Yararım. Bu adı Dadadır. Çok tatlışdı. Axtardım YouTube'da filan Dadadır. Bu Stitch'dir. Adı yadımdan çıxdı. Happiness'dir bu labubudur. Bu da Loti'dir. Yararına. Və belə Elsa'lı stikerim var. Bunu işlətmişəm. Sadəcə bir. Arxası bu şəkildə. Sadəcə içində bir dənədir. Açıb göstərək burada. Açaq 1.50 açıram. Burada sizlər üçün şov göstərim. Çıx. Belədir. Bunu qoyun. İndi dostlar 1-2 özüm əl işi olan squishy'lərimi göstərəcəm. 1-2 çoxsunu yox. Çox tatlış. Bunu keçək. Belə bir ürək. Bunu da keçək. İndi başqa ne var? Belə bir sinema rolludur. Baxın. Çox tatlı. Eləyəmirəm bir əlimlə.
Ya, böyle bir şeydi. Çok balacadı. Bunun sesi çıkmır. Başka ne var? Başka eləməmişəm. Bir dakika. Bir tane de böyle paticik. Şimdi bunları yığım yerine. Arkadaşlar bu biraz çok meraklı böyle bir video oldu. Bir tane bunu koyuyorum yerine. Koymaya çalışıyorum. Çünkü iyileşmir. Çok sıkı şeyler değil mi? Daha doğrusu evet içini doldurduğumda indi ne koy. Şimdi dostlar böyle bir My Melody'li gösterebilmem de. Ha, My Melody'sı da var. Böyle xətkeş tek böyle değil bu. Bakın. Açılır, bağlanır. Burada da figürler var çekmeye. Yani figürlerin bazıları eğri olur. Çekenin onlar çekmiyor. Burada var. Yani pembe işte. Ben My Melody'yi çok seviyorum. Dostlar bir tane de böyle bir şey var. Bir tane yere geçmiştim. Orada vermişler böyle Biz ben boyamıştım böyle. Çok geçenk sarı ve sarı ne renkte bu yaşlı renklere boyadım. Bu ürəkdi gördüğünüz gibi. Buraya ayan yazdım. Sağ olsunlar da orada çok böyle uçda qalın idi. Yaza bilmədim. Bir dənə bununla oxşada bildim. Və keçək başqa. Dostlar belə bir zərli gəlimdə altını göstərim belədir. Bir dəqiqə içini göstər. Dostlar artı rəngdəndir. Bənövşəyi, mavi, yaşıl, sarı, boz, ağdı məncə bu. Bu ağdı, bu da qırmızı. Çoxsunu işlətmişəm. Çünki birinci sinifdən bəri var. Başqası da var bunun məndə. Onu göstərmirəm. Onun rənglisidir amma. O çok geçenlikti. Hem de çok işledim. Onu çok işletmem. Bunu çok işledim ki bunu bitecek. Ondan sonra başlayacağım da onu işletmeye. Yani ben böyle eləyəcəm. Bir dəqiqə mən görmüşsünüz düzdür. Çünkü hələ ki yani eşyalarımı göstermem. Koydum arkadaşlar. Şimdi başka şey. Bəli dostlar, bir videomun daha sonuna geldik. Kanalıma abone olup like atmayı unutmayın. Bye bye. Kanalıma abone olup like atmayı unutmayın. Bir de video deyirəm. Eğer bu videoya çok istəyirəm like gelsin. Neçə like gelsin? 20 like gelsin. Onu demək üçün bu çoxdur. 20 like gelse. Sonra blind box hazırlayıp ve bir sürü bütün blind boxlarımı yığacağım. Açılsa da inceleme videosu gelecek. Yani yeniden açılma. Ben dostlar kanalıma abone olmayı unutmayın. Sağ olun.